Pakistan-Hindistan arasındakı bu gərginliyin səbəbi nədir? Burada bir ABŞ amili ola bilərmi? Yox, Hindistan Pakistan ərazisini işğal edib Kəşmiri. Kəşmir iki dövlət arasında sorundur orada. 3 yerə bölüblər: Çin, Hindistan, Pakistan. Bu məsələ ciddi məsələdir. Həm də orada o böyük müsəlman nüfuzu yaşayır və Pakistan özünün ərazisinin işğal olduğunu hər zaman dilə gətirir Hindistan tərəfindən. Bu iki dövlətin düşmən səviyyəsinə davamlı olaraq qalmasını təmin edir. Bu konuda Çin və Pakistan arasında da bilirsiniz bir yaxınlıq var Hindistan məsələsində. Hindistan həm Çinlə bir çatışma içərisindədir, həm də Pakistanla. Problemlə belə bir səviyyə gəlib çıxmasında Pakistan tərəfi önə çıxıb. Hər halda bir gövdə nümayiş elətdirir ki, Hindistanı o torpaqlardan geri çəkdirsin. Bu Pakistanın həmləsidir. Və bu bugünün məsələsidir. Mən belə bir həmlə olarsa, mən hesab edirəm ki, artıq Azərbaycan da Pakistanın yanında olacaq. Türkiyə də təbii ki, artıq Pakistanla bir yerdə olduğunu bəyanlayıb. Belə bir çatışma baş verməsi mümkünsüz görünür. Necə? Mümkünsüz? Əgər çatışma bir həddə gəlsə ki, çatışma bu dəqiqə olacaq, anlayış ortaya çıxsa, Hindistan geri çəkiləcək. İndi bir söz deyim sizə, bax bu əgər olacaqsa, burada artıq çatışmaya yaxınlaşıblar. Tərəflər də bəllidir. Və artıq vurmanı gələndə mən hesab edirəm ki, Hindistan geri çəkilir. Hindistanın yanında Amerika var, Pakistanın yanında Çin var, Türkiyə var, Azərbaycan var. Yox, burada Hindistanla və Pakistanla ortaq güc sahibi olan İngiltərədir. Daha çox İngiltərə amili güclüdür hər iki dövlətdə. Hindistandan mı deyirsiniz? Əlbəttə ki, Hindistanın uzun müddət Hindistan İngiltərənin koloniyası olub, hələ də mədəni və iqtisadi koloniyası olaraq qalır. Amma bu məsələ Pakistanla da gəlin etiraf edək ki, İngiltərə çox yaxındır. Bəli. Yəni Pakistan dövlət yönetimində bir İngiltərə ağırlığı var. Bunlar çatışma anına gələndə İngiltərə hərəkətə gələcək, Zahir bəy. Hələlik İngiltərə hərəkətə gəlməyib, bunlar çatışmaya yaxınlaşırlar. Eyni zamanda burada biz nəyə çalışmalıyıq? Elə çalışmalıyıq ki, Pakistan daha güclü görünsün. Elə onu deyirəm də burada güclü görsənir. Yanında bir Çin var. Daha güclü göstərməyə həm də biz cəhd eləməliyik. Savaş olarsa biz savaşacaq. Yəni o Pakistanın mövqesinin güclənməsi üçün biz Pakistana olduğundan da artıq dəstək verməyə başlayırıq. Amma sizin proqnozunuz budur ki, bu çatışma olmayacaq, Hindistan geri çəkiləcək. Və dialoqa hazır olduğunu bildirəcək ki, biz məsələnin dialoq və anlaşma yolundan həll olmasına tərəfdarıq və bir dialoq məsələsi gündəmə gələcək, Zahir bəy. Və orada da barışçıl mövqedən iştirak edən bir dövlət kimi İngiltərəni də biz meydanda görə bilərik. Bunu demək istəyirəm. Mən bu baxımdan bizim bugün həm tarix anlayışımızla, həm bir vəfa anlayışıyla Pakistana tam dəstək vermək zamanımızdır. Və eyni zamanda da bilirsiniz ki, Türkiyə və Pakistan arasında yazılmamış çox ciddi qanunlar var. Bütün hallarda Türkiyə Pakistanın yanında olacaq. Hətta Pakistanın silahlı qüvvətləri belə istənilən bir savaş halı olarsa, Pakistan və Türkiyə bir savaşda iştirak edərsə, Ali Baş Komandanlıq Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanına verilir. Yəni deyirsiniz ki, aralarında elə bir anlaşma var. Yəni iki dövlət bir ordu olub savaşarlarsa, komandanlıq Türkiyənin Cumhurbaşqanına seçir. İndi burada bir maraqlı sual yaranır. Elə Ceyhun Həşimov mənim yadıma saldı, tamaşaçımız çox sağ olsun, nüvə ilə bağlı. Deməli, Candar bəy, siz deyirsiniz ki, Hindistan geri çəkiləcək. Amma bizə məlumdur ki, hər iki dövlət nüvə dövlətidir. Olsun, Zahir bəy, nüvə ilə savaş aparılmır ki. Nüvə əslində tərəfləri geri çəkdirmək üçün vasitədir, nüvə silahı. Nüvə silahından istifadə eləməklə hər an yerindən duran deyir ki, mən nüvə atıram. Rusiya atsın da, görüm ata bilirmi? O xoşgəlmə variantı. Bugün də Hindistan tam öz ağlı və öz iradəsi özündə deyil də bir məsləhətləşdiyi qardaşları var.
O Moidinin də bilirsiniz də, o Hindistanın indiki baş naziri çox belə daha çox qatı hindudur, öz dinlərindən bağlı və orada müsəlmanlara nə qədər ciddi problem yaradırlar, məscidləri sökürlər yerində, özlərinin əbədgahlarını tikirlər. Zahir bəy, bu biraz məsələ müsəlman və buddist məsələsi deyil. Farslar bilirsiniz, Fars faşizmi də müsəlmandır, amma Hindistanlarla eyni kökdən gəlirlər. Eyni mənşəli olduqlarına görə bir-birini dəstəkləyirlər. Ermənilər həmçinin. Eyni zamanda gəlin açıq danışaq ki, bugünkü Pakistan nüfuzun içərisindədir, hindi mənşəllər az deyil. Yəni belə götürəndə. Sadəcə burada bir Pakistanlı millətinin yeni bir kültürdə formalaşması var, anlayışı var və bu Pakistan millətinin Fars faşizmi kimi başqa güclərin əlindən bizə qarşı və qonşu millətlərə və dövlətlərə qarşı vasitə kimi kullanmaq mümkün deyil. Daha çox Pakistan burada bizə yaxın, bölgə xalqları üçün, müsəlman dünyası üçün önəmli bir gücdür. Yəni, belə deyək, Səudi Ərəbistanı kimi, Birləşmiş Ərəb Əmirliyi kimi İslam dünyasını arxadan vuran İslam dövləti deyil Pakistan. Təbii. Pakistan İslam dövlətinin arxasında duran dövlətdir. Necə ki, Azərbaycan onu hiss etdi, bildi. Biz onu ən çox hiss edən dövlətiyik. Yeri gəlmişkən, bu Moidinin bu gərginliyi ilə bağlı bilirsiniz ki, Moskvaya səfəri də təxirə düşüb. Bilirsiniz, Slavlar da Hind mənşəlidir də, Rus dili də Hind dil qrupuna aiddir də. Yəni, bunlar Slavlar, Farslar, Hindistanlılar, bunlar eyni kökdən olduqlarına görə bunların yazılmamış bir ittifaqları var. Və bu ittifaqlar da, yəni eyni kökdən olmaları da dünya siyasəti getdikcə çılpaqlaşdıqca daha qabarıq görünməyə başlayır. Dünya məsələsində Pakistan bizim üçün çox ciddi bir müttəfiqdir. Mən hesab edirəm ki, hələ Türk dövlətləri birliyi qurulmadan öncə bir Türkiyə, Azərbaycan, Pakistan birliyinə ehtiyac var. O artıq var. Yox, əskəri birlik. Bakı bəyənnaməsi var, amma məclis sədrləri imzalayıb. Mən istəyirəm ki, Şuşa bəyənnaməsi səviyyəsində Pakistan, Azərbaycan, Türkiyə bir bəyənnamə imzalasın. Ki, Pakistana saldırı Azərbaycana saldırı kimi dəyərləndirilir. Türkiyə olan saldırı kimi dəyərləndirir. Elə bir birliyə ehtiyacımız var. Mən bunu bir güc amili kimi belə bir birliyin olmasının vacibliyini görürəm. Çünki görürsünüz, Türk dövlətləri birliyi üzərindən, Türkistan Cumhuriyyətləri üzərindən üzerimizdə bir oyun qura bildilər. Doğru mu? Bəli. Amma Pakistan, Azərbaycan, Türkiyə əskəri birliyi, bir güc olma birliyi rəsmi ortada olarsa, mən hesab edirəm ki, bu artıq bölgədə bütün dəngələri yerində otuzdular. Hər kəs öz yerini bilər. Bu baxımdan həm də İran adlanan Azərbaycanın və Əfqanistan adlı Türkistanın Türk dövlətlərinə çevrilmə ehtimalı daha sürətlənər.